Əliyevin məxfi toplantılarından alınmış qərarı sizə çatdırıram. Hər adamın toxudumu bunu çatdırmaq? Tam dəqiqliyi ilə bildirirəm ki, sabahdan etibarən Rusiya, İran və Azərbaycan arasında mediada dəhşətli qırğın şousu başladılacaq. Yenidən sabahdan başlayır. İndi Qabil dedi sabahdan başlamayacaq, 3 gündən sonra başlayacaq. Axırı ki, məxfi arxa planda qərar qəbul edilibdir. İrana və Rusiyaya qarşı qırğın şousu başlayacaq. Bu şouda güya İran və Rusiyanın Azərbaycanla münasibətlərinin kəskinləşdiyini, pisləşdiyini, güya İran və Rusiya Azərbaycana qarşı mövqe tutduğu, Azərbaycanın hədəf alındığı iddia ediləcək. Güya İran və Rusiya Azərbaycanın devrilməsini istəyir. Güya İlham Əliyevin hakimiyyətinə zərbə vurmaq niyyətindədirlər. Böyük bir şou başlayacaq. Xüsusilə Rusiyadakı əvvəlki təhlillər yenidən gündəmə gətiriləcək və bu mövzu süni şəkildə şişirdiləcək. Böyük bir gündəm halına salınacaq. Rusiya, İran və Azərbaycan arasındakı güya böyük bir qarşıdurmanın getdiyi, münasibətlərin tam korlandığı barədə məlumatlar dünya mediasında tirajlanacaq, ölkə mediasında da. Amma bu yalandır. Bu sadəcə olaraq dünyanı, Avropanı, Amerikanı, Qərbi ümumiyyətcə aldatmaq üçündür. Reallıqda isə İlham Əliyev pərdə arxasında İran və Rusiya ilə tərəfdaşdır. İran və Rusiya tərəfindən ciddi dəstək görəcək və İran və Rusiyaya da məxfi məlumatları ötürəcək. Qaçış planlarından biri onun dəniz yolu ilə ölkədən çıxarılmasıdır və yaxud qaçırılmasıdır. Son günlər Azərbaycan sahillərində Rusiya hərbi gəmiləri növbə ilə yerləşdirilir. Bu sirri bilmirdiniz, mən deyirəm sizə. Bu gəmilər İlham Əliyevin iqamətgahına yaxın sahillərdə, sahil xətlərində növbə çəkir. Əgər hər hansı hücum və ya təhlükə yaranarsa, İlham Əliyev üçün hər hansısa bir hücum və ya təhlükə yaranarsa, İlham Əliyev dərhal bu gəmilər vasitəsilə Azərbaycandan çıxarılıb Rusiyaya aparılacaq. Çünki təyyarə ilə qaçış çox risklidir. Təyyarə vurula və ya ABŞ-İsrail kəşfiyyatı tərəfindən izlənə bilər. Və yaxud idarə etmədən çıxarılıb başqa idarə etmənin altına girə bilər. Təyyarəni məsələn Moskvaya sürmək istəyirlər, təyyarə gedib düşər, deyək ki, Səudiyyə Ərəbistanının Amerika bazasına. Buna görə də ən real qaçış yolu İlham Əliyevin ölkədən qaçış yolu dəniz yolu hesab olunur. Hazırda Rusiya hərbi gəmiləri İlham Əliyevin sarayına yaxın sahil xətlərində 24 saat növbə çəkir. 24 saat. Və başqa qaçış planları da məsələn əvvəldən İlham Əliyev belə təhlükəli zamanda hava limanında onun təyyarələri, pilotlar orada keşik çəkir saatlarla və s. belə. Son vaxtlarda xüsusilə 2025-ci il ərəfəsində İlham Əliyevin Özbəkistanda sürətlə biznes qurması və böyük məbləğdə vəsaitlərini ora köçürməsi diqqət çəkir. Bununla yanaşı o biznes fəaliyyətini ərəb dövlətlərinə də daşıyır. Bu proses təsadüfi deyil, əvvəlcədən planlaşdırılmış bir addımdır və faktiki olaraq İlham Əliyevin bir neçə ölkə üzərindən mümkün qaçış planının tərkib hissəsidir. Səbəb isə ondan ibarətdir ki, İlham Əliyev artıq biznesini, sərvətini, pullarını, qızıllarını Rusiyaya köçürə bilmir. Rusiya bankları sanksiyalara məruz qaldığından dolayı o vəsaitlərini Avropadan çıxardıb ya Ərəb ölkələrinə ya da Özbəkistan və digər Asiya dövlətlərinə yerləşdirir. Və yerləşdirdiyi biznesində çoxsu Emin Ağalarovun özünün və Yahudi rabilərinin dostlarının adınadır. Elə bilir ki, təzə hökumət Yahudilərdən qorxacaq, onlara əl qoymayacaq. Asiya ölkələrinə investisiya edə bilir İlham Əliyev. Lakin Rusiyada bu imkan yoxdur. Məhz bu səbəbdən proses təxminən bir ildir ki, mərhələli şəkildə həyata keçirilir. İlham Əliyev pullarını ölkədən çıxardır, yaxın qadın qohumlarının adına şirkətlər və ya biznes strukturları açır və vəsaitləri bu yolla ölkə xaricinə ötürür. Sabah ölkədən qaçmaq məcburiyyətində qalarsa, Rusiyada oturaraq Özbəkistan, Tacikistan və Ərəb ölkələrindəki bizneslərini rahatlıqla idarə edəcək. Eyni zamanda biznesini elə ölkələrə daşıyır ki, Rusiyanın hökmü olan ölkələr. Artıq bir Erdoğan da siyif qutarıbdır, onun halı yoxdur Erdoğan. Trump da dünənlər elə bozarıb ki üstünə, hələ Erdoğan özünə gələ bilir.